Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Azərbaycanda 2026-cı ilin yanvar ayından bütün növ əmək pensiyalarının artırılması nəzərdə tutulur. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov açıqlama verib. Deputatın sözlərinə görə artımlar ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçiriləcək. Təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək. Vüqar Bayramov onu da bildirib ki, gələn ildən etibarən yaşa, ailə başçısını itirməyə və ya əlilliyə görə əmək pensiyası alan vətəndaşların pensiya məbləğlərində artımlar gözlənilir. Onun sözlərinə görə bu məsələ artıq dövlət büdcəsi layihəsində də öz əksini tapıb. Azərbaycan prezidenti İlham Əliyev ABŞ və Misir prezidentlərinin dəvəti ilə Yaxın Şərq sülh samitində iştirak etmək üçün Misrə səfər edib. Samitdə 20-dən çox ölkənin liderləri bir araya gəliblər. Dövlət başçısı tədbir çərçivəsində bir sıra ölkə rəhbərləri ilə görüşlər keçirib. Prezident İlham Əliyev həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla qısa ayaqüstü söhbət aparıb. Samitdə humanitar yardımların koordinasiyası, bölgədə sülhün möhkəmləndirilməsi və beynəlxalq hüquq normalarına riayət olunması məsələləri müzakirə edilib. ABŞ prezidenti Donald Trump bugün İsrail parlamentindəki çıxışı zamanı Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə toxunub. Prezident dünyada baş verən silahlı münaqişələrdən danışaraq qeyd edib ki, Tel Avivdən Dubaya, Hayfadan Beyruta, Qüdsdən Dəməşqə, eləcə də Ermənistandan Azərbaycana qədər daha bir müharibənin qarşısını almağa nail olub. O, ABŞ-nin əməkdaşlıq, dostluq və ticarət əlaqələrinə əsaslanan gələcək qurmaq niyyətində olduğunu vurğulayıb. ABŞ lideri həmçinin Ukraynada davam edən müharibəyə də diqqət çəkib. Mən bu dəhşətli müharibəni nəzarətə götürərkən düşündüm ki, onu İsrail və bir çox digər ölkələrlə uğurla həyata keçirdiyimiz işlərdən daha asan idarə edəcəm deyə Trump əlavə edib. Mingəçevir şəhərində zirzəmidə tapılan uşaqla bağlı aidiyyatı qurumlar tərəfindən müvafiq tədbirlər görülür. Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, körpənin yerləşdirildiyi səhiyyə müəssisəsinə baxış keçirilərək vəziyyəti ilə bağlı ilkin qiymətləndirmə aparılıb. Bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların məlumatı alt sistemə daxil olan kimi agentliyin əməkdaşları dərhal prosesə cəlb olunurlar. Xatırladaq ki, ötən gün Mingəçevirdə zirzəmidə köməksiz vəziyyətdə körpə tapılıb. Sabah ölkə ərazisində yağıntılı hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 15-17, gündüz 19-23 dərəcə isti olacaq. Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər Böyük Qafqazın bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Havanın temperaturu gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.